Salam uşaqlar. Deməli, işıq kvantları mövzusuna aid qəbul tipli bir sualın izahına baxacağıq. Onu da qeyd edeyim ki, bu sual test toplusunda yer alır və 108 nömrəli test tapşırığıdır. Ümidvaram ki, sizlər üçün bir əhəmiyyət olar bu cür izahların. Deməli, uşaqlar, sualda bizə deyir ki, verilmiş metal katod üçün fotocəryan şiddətinin gərginlikdən asılılıq qrafiki verilmişdir. Katod üzərinə düşən işığın tezliyini dəyişmədən, deməli, nü bərabərdir konstant. İntensivliyini artırdıqda, deməli, bu artır. Deyir ki, I0 cəryan şiddəti, bir də ki, saxlayıcı gərginlik necə dəyişər? Deməli, uşaqlar, cəryan şiddəti asılıdır intensivlikdən. İntensivlikdən düz asılıdır. Saxlayıcı gərginlik isə asılıdır, uşaqlar, tezlikdən. Deməli, burada tezliyi dəyişmir, intensivliyi artırırsa, deməli, burada intensivlik artır deyir. Deməli, intensivlik artır. İntensivlik artırsa, deməli, cəryan şiddəti artacaq. Lakin bizə deyir ki, işığın tezliyi dəyişmir, saxlayıcı gərginlik də tezlikdən asılıdır. Deməli, bu tezlik dəyişmədiyinə görə saxlayıcı gərginlik də uşaqlar dəyişməyəcək. Doğru cavabımız cəryan şiddəti artar, gərginlik deməli dəyişməz. Doğru cavabımız A variantı. Bəs uşaqlar, bu tip sualları həll eləmək üçün biz hansı qaydanı bilməliyik? Deməli, uşaqlar, burada qayda ondan ibarətdir ki, baxın, cəryan şiddətidir. Ondan sonra katoddan qopan elektronların sayıdır. Bunlar asılıdır işığın intensivliyindən. Lakin saxlayıcı gərginlikdir. Sonra kinetik enerjidir. Sürətdir. İmpulsdur uşaqlar. Bunlar asılıdır tezlikdən, bir də dalğa uzunluğundan. İndi onu qrafiklərini burada göstərəsi olsa uşaqlar, ümumiyyətlə dediyim kimi bu tip sualları həll etmək üçün iki dənə qayda var. O qaydanı bilmək lazımdır. Birinci qanun odur ki, uşaqlar, baxın, birinci qanun nədən ibarətdir? Birinci qanun ondan ibarətdir ki, qrafikimizi göstərək. Deməli, birinci qaydamız ondan ibarətdir uşaqlar. Deməli, kinetik enerjidir, saxlayıcı gərginlikdir. Bunlar tezlikdən düz mütənasib şəkildə asılıdır. Müəyyən bir minimal tezliyindən başlayaraq. Lakin və bir də sürət və impuls da əslində deməli tezlikdən düz asılıdır. Amma fərqi nədir orada? Fərqi ondan ibarətdir ki, sürət və impuls tezlikdən kökaltı düz asılıdır. Müəyyən bir minimal tezliyin qiymətindən. Aydındır uşaqlar? Baxın, bunu burada göstərim. Bunu bir balaca çəkək bura. Deməli, bu şəkildə burada göstərək. Və uşaqlar dalğa uzunluğu ilə tərs mütənasib şəkildə asılıdır. Bunların hər biri istər kinetik enerji olsun, istər saxlayıcı gərginlik olsun, istər sürət, istər impuls. Fərqi yoxdur uşaqlar. Dalğa uzunluğundan tərs mütənasib şəkildə asılıdır. Burada maksimal dalğa uzunluğuna uyğun qiymətdir. Lakin uşaqlar, burada sadaladığım, baxın, bu kəmiyyətlər kinetik enerji olsun, saxlayıcı gərginlik olsun, sürəti, impuls olsun, fərqi yoxdur. Baxın, istər kinetik enerji, istər saxlayıcı gərginlik, istər sürət, istər impuls. Baxın uşaqlar, bunlar işığın intensivliyindən, sonra cəryan şiddətindən, qopan elektronların sayından asılı deyil. Bunu unutmursunuz uşaqlar. Bəs ikinci qanun nədir? İntensivliklə bağlıdır. İkinci qanun.
İkinci qanun odur ki, uşaqlar, istər cəryan şiddəti olsun, istər qopan elektronların sayı, yəni bunların hər ikisi, həm cəryan şiddəti, həm qopan elektronların sayı, uşaqlar, yalnız işığın intensivliyindən asılıdır. Düz mütənasib şəkildə. Yəni, siz istər cəryan şiddəti, istər qopan elektronların sayı olsun, bunların müqayisəsində nəyə baxacaqsınız? İntensivliyə baxacaqsınız və yaxud intensivliyin müqayisəsində cəryan şiddətinə, katoddan qopan elektronların sayına baxacaqsınız, uşaqlar. Və bu kəmiyyətlər istər cəryan şiddəti olsun, istər qopan elektronların sayı, istərsə də ki, işığın intensivliyi. Baxın, uşaqlar, bunlar nə tezlikdən, nə dalğa uzunluğundan, nə kinetik enerjidən, nə saxlayıcı gərginlikdən, bu dəqiqə hamısı yerləşəsi kimi qeyd eləyək. Deməli, istər kinetik enerji olsun, istər saxlayıcı gərginlik olsun, sürət, impuls, tezlik, dalğa uzunluğu, baxın uşaqlar, bunların heç birisindən asılı deyil. Yəni, siz bir dənə bunları yadda saxlasanız, işıq kvantları ilə bağlı bütün sualları həll eləyə biləcəksiniz, uşaqlar. Burada yazdım qaydaları və suala yenidən qaydası olsaq, deməli, intensivliyin artdığını deyirdi, cəryan şiddətini müqayisə ilə dedi. Biz dedik ki, cəryan şiddətini tutaq ki, və ya qopan elektronların sayını müqayisə eləyiriksə, biz intensivliyə baxacağıq. İntensivlik artdığına görə cəryan şiddəti artdı. Amma saxlayıcı gərginliyin müqayisəsində biz nəyə baxdıq? Tezliyə baxdıq. Tezliyi dəyişmədiyinə görə, uşaqlar, saxlayıcı gərginlik də dəyişmədir. Ümidvaram ki, bu test sizlər üçün öyrədici olmuş olar. Əgər öyrədici oldusa, yorumlarınızı, fikirlərinizi rəy bölməsinə yaza bilərsiniz. Belə, uşaqlar, növbəti video izahlarda görüşənə qədər. Sağ olun, sağlıqla qalın.